Kimyəvi rabitə nədir? Burada qeyd olunub ki, molekulda atomları bir-birinə bağlayan qüvvələrin cəminə kimyəvi rabitə deyilir. Yəni bu nə deməkdir? Yəni mən belə başa düşürəm ki, kimyəvi rabitə molekulda atomları bir-birinə bağlayır. Atom nə idi? Molekul nə idi? Bilir ki, atomlar bir-biri ilə birləşərək molekul əmələ gətirir. Məsələn, bu bir hidrogen atomudur, bu da digər bir hidrogen atomudur. Bunlar bir-biri ilə birləşib əmələ gətirir nə? Hidrogen molekulu. Yəni 2 dənə hidrogen atomu birləşdi, oldu hidrogen molekulu. Bunlar həmin bu atomlar bir-biri ilə kimyəvi rabitə ilə birləşir. Kimyəvi rabitəni də belə xəttlə göstəririk. Kimyəvi rabitə valent elektronlar hesabına əmələ gəlir. Valent elektronları nə deməkdir? Rabitə əmələ gəlmədə iştirak edən xarici elektronlara valent elektronları deyilir. Biz bilirik ki, valent elektronu necə tapırıq? Elementin yerləşdiyi qrupun nömrəsinə bərabərdir. Element neçənci qrupda yerləşirsə, onun o qədər sayda valent elektronu olur. Yəni, valent elektronlar xarici təbəqədə yerləşib və kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən elektronlardır. Biz bilirik ki, hidrogenin sıra nömrəsi neçə idi? 1. Onun elektron formulu 1s1-dir. Xaricində 1 elektron var. Həmin o 1 elektron təkdir və digər hidrogen atomunda da 1 elektron var xaricində. Həmin o tək elektronlar bir-biri ilə birləşərək kimyəvi rabitə əmələ gətirir. Deməli, bir xətt, bir rabitə xəttinin yaranmasına 2 dənə elektron sərf olunur. Rabitələr tək qat ola bilər, 2 qat ola bilər və 3 qat ola bilər. Dedik ki, bir xətti 2 elektron əmələ gətirir. Deməli, 2 qat rabitədə rabitə əmələ gəlməyə neçə elektron sərf olunacaq? 4 dənə. 3 qat rabitədə rabitə əmələ gəlməyə neçə elektron sərf olunacaq? 6 dənə. Çünki bir xətt 2 elektron olduğu üçün, bir xətt 2 elektron yaratdığı üçün 3 xətti, 3 qat rabitəni 6 elektron yaradacaq. Yəni, rabitə əmələ gəlməyə 6 elektron sərf olunacaq. Və sonra burada qeyd olunub ki, kimyəvi rabitə yaranarkən atomların energetik səviyyəsi tamamlanır. Yəni, bu tamamlanma ya S2-yə 1s2-yə tamamlanmadır, ya da oktet qaydası NS2 NP6-ya tamamlanma olur. Yəni, burada görə xaricində neçə elektron var? 2, burada isə 8. Deməli, ya 2-yə özünü tamamlayır, kimyəvi rabitə yaranarkən atomlar özünü ya 2-yə tamamlayır, ya da 8-ə tamamlayır. 2-yə tamamlanmağa deyilir dublet qaydası, 8-ə tamamlanmağa isə deyilir oktet qaydası. Baxın, məsələn, hidrogen üçün yazıb bunu. Biz bir hidrogenin sıra nömrəsi 1-dir və 1 elektron alıb özünü tamamlayır neçəyə? 2-yə. Yəni, əvvəl 1s1 idisə, artıq bu 1 elektron alanda hansı şəkildə olur? 1s2. Gördüyünüz kimi, əvvəl 1 elektron var idi. Bu bir hidrogen atomundan da 1 elektron gəldi, özünü 2-yə tamamladı. Eyni ilə də bu hidrogen atomu. Əvvəl 1 elektron var idi. Digər hidrogen atomundan da 1 elektron gəldi, kimyəvi rabitə yarandı və özünü 2-yə tamamlandı. Yəni, dublet qaydasına tamamladı. Bu belə. Bir də var oktet qaydası. Oktet qaydasında isə dedim neçəyə tamamlanma olur? Xarici təbəqə özünü neçəyə tamamlamalıdır? Neçəyə çatdırmalıdır? 8-ə. 8-ə tamamlamaq üçün ya bu elektron almalıdır, ya da verməlidir. Məsələn, burada qeyd olunub maqnezium. Maqnezium sıra nömrəsi 12-dir. 2 müsbət olur. Bu zaman 2 müsbət olanda, yəni 2 elektron verir. 12 idi, 2-sini verəndə neçə olacaq? 10. Və artıq əvvəl maqnezium 12 olanda elektron konfigurasiyası belə idi. 3s2 şəklində idi. 3s2 şəklində idi. Həmin bu 2 elektronunu verdi, artıq oldu 2s2, 2p6 şəklində. Çünki maqnezium 10 olanda artıq 10 elektron da bu formaya düşür qısası. Yəni, görünüz ki, 2 elektronunu verdi, özünü tamamladı nəyə? 8-ə, yəni oktet qaydasına. Deməli, rabitə əmələ gətirərkən ya özlərini tamamlayırlar 8-ə, ya da özlərini 2-yə tamamlayırlar. 2-yə tamamlanma oldu dublet qaydası, 8-ə tamamlanma oldu oktet qaydası. Və burada da onlar qeyd olunub ki, elektron aldıqda sonuncu təbəqənin tamamlanması hesabına da ola bilər. Son təbəqədəki elektronları verdikdə əvvəlki təbəqənin tamamlanması sayəsində də ola bilər. Energetik səviyyənin tamamlanması. Və burada qeyd olunub ki, bu zaman atom ya oktet, ya da dublet qaydasına tabe olur. Burası belə. Növbətinə keçək. Kimyəvi rabitənin neçə növü var? Kimyəvi rabitənin 3 növü var əslində. Kovalent, ion, metal. Bəzi kitablar 4 növdə yazır, amma əsasən indi hal-hazırda kimyəvi rabitənin 3 növü var deyirik. Kovalent rabitə, ion rabitə və metal rabitəsi. Hidrogen rabitəsini burada ayrıca yazmışam ki, rahat göstərim. Amma hidrogen rabitəsi əslində kovalent rabitəyə daxil olan bir rabitədir.
Aha, əvvəlcə başda bir-bir bunları xırdalayaq. Kovalent rabitə nədir? Kovalent rabitə burada qeyd eləmişəm. Qeyri-metal atomları arasında yaranır. Yəni metal olmur oradan. Yalnız və yalnız qeyri-metal atomlarından ibarət olur. Qeyri-metal atomlar arasında yaranır. İon rabitə metal və qeyri-metal atomlar arasında yaranır və bir də NH4-ün birləşmələrində rast gəlinir. Metal rabitə metallarda və ərintilərində rast gəlinir. Hidrogen rabitəsi isə hidrogenin özündən daha elektromənfi olan flor, oksigen, azot elementləri ilə əmələ gətirdiyi xüsusi bir rabitə növüdür. Xüsusi bir rabitədir. İndi xırdalayaq bir-bir. Kovalent rabitə dedik ki, nələr arasında yaranır? Qeyri-metal atomları arasında. Bunun tərifi belədir ki, elektromənfilikləri eyni və yaxud qismən fərqlənən element atomları arasında ümumi elektron cütü hesabına yaranan kimyəvi rabitəyə kovalent rabitə deyilir. Bir daha deyirəm tərifi. Elektromənfilikləri eyni olan və ya qismən fərqlənən element atomları arasında ümumi elektron cütü hesabına yaranan kimyəvi rabitə kovalent rabitə deyilir. Yəni ümumi elektron cütü hesabına o deməkdir ki, hərəsi ortaya bir elektron qoyur və o elektron tək elektronların hesabına ümumi elektron cütü hesabına bir kimyəvi rabitə əmələ gəlir. Kovalent rabitənin iki növü vardır. Polyar kovalent və qeyri-polyar kovalent. Fikir verdiysəniz, mən tərifdə dedim ki, elektromənfilikləri ya eyni olur, ya da elektromənfilik qismən fərqlənir. Əgər elektromənfilik qismən fərqlənirsə, bu polyar kovalent rabitədir. Elektromənfilikləri eynidirsə, bu qeyri-polyar kovalent rabitədir. Qeyri-polyar kovalent rabitəyə baxın. Yazmışam hidrogen, flor, O2, P4, S8. Çünki mən tərifdə dedim ki, elektromənfilikləri eyni olur. Heç bir elementin elektromənfiliyi üst-üstə düşmür digər bir elementlə. Yəni elektromənfilik fərqlidir. Hətta elektromənfilik sırasını burada qeyd edeyim. Flor, oksigen, klor, azot, kükürt. Burada hətta bir də yod var. Bu arada sərbəli yazaq. Flor, oksigen, klor, azot, yod, daha sonra kükürt, karbon, fosfor, hidrogen, bor, silisyum. Elektromənfilik sırası belədir. Getdikcə elektromənfilik azalır. Yəni burada ən cüzi elektromənfilik flordur. Florun da elektromənfiliyi 4-dür. Yəni ən yüksək elektromənfiliyə malik olan element flordur. Ümumiyyətlə elektromənfilik anlayışı nədir? Əvvəlcə onu deyək. Atomun digər element atomundan özünə elektron çəkmək qabiliyyətinə, birləşdirmə qabiliyyətinə elektromənfilik deyilir. Deməli, element atomunun özünə digər element atomundan elektron birləşdirmək qabiliyyətinə elektromənfilik deyilir. Elektromənfilik 0-dan 4-ə qədər qiymət alır. Deməli, elektromənfilik necə qiymət alır? 0-dan 4-ə qədər qiymət alır. Və yadda saxlayırıq ki, metallar üçün bu qiymət 0-dan 2-yə qədərdir. Qeyri-metallar üçün 2-dən 4-ə qədərdir. Deməli, metallar üçün elektromənfilik qiyməti 0-2 arasında olur, qeyri-metallar üçün 2-4 arasında olur və elektromənfilik vahidi lityuma görə qəbul olunmuşdur. 1-ə bərabərdir. Ən güclü elektromənfi element flordur. Getdiksən burada elektromənfilik azalır. Və burada da görürük ki, hidrogenlə flor da, oksigen də, azot da necədir? Bir dəqiqə. Flor da, oksigen də, azot da hidrogendən daha güclü elektromənfi elementdir. Ona görə də deyirik ki, hidrogenin özündən daha güclü elektromənfi elementlər olan flor, oksigen, azotla əmələ gətirdiyi xüsusi rabitə növü hidrogen rabitəsi adlanır. Bu sıranı biz əzbər bilməliyik ki, elektromənfilik sırası necədir? Ən böyük flordadır. 4-ə bərabərdir. 0-dan 2-yə qədər metalların elektromənfilik qiymətidir. 2-dən 4-ə qədər isə qeyri-metalların elektromənfilik qiymətidir. Yəni burada fikir verdiksə, heç bir elementin elektromənfiliyi üst-üstə düşmür. Ona görə də mən tərifdə deyirəmsə, elektromənfilikləri eyni olan element atomlar arasında yaranan rabitə. Deməli, bu element elə özü ilə birləşir. Baxın, məsələn, hidrogen molekulunda hidrogen nə ilə birləşir? Elə hidrogenlə birləşir. Yəni özü ilə. Ona görə də elektromənfiliyi eynidir. Flor molekulunda flor yenidən nə ilə birləşir? Florla. Florun elektromənfiliyi 4-dür. Bu da flor olduğu üçün bununcu da 4-dür. Ona görə də elektromənfiliyi eyni olan elementlər növü, yəni özü ilə birləşir. Başa düşdük? Buna misal olaraq H2, flor 2, O2, P4, S8-i misal göstərə bilərik. Məsələn, S8-də 8-i də nədir? Kükürtdür. Yəni eyni elementdir. Belə. Polyar kovalent rabitədə isə
elektromənfilikləri qismən fərqlənir. Çünki niyə qismən fərqlənir? Çünki hər ikisi qeyri-metaldır. Biz dedik ki, elektromənfilikdə metallar 0-dan 2-yə qədər qiymət alır, qeyri-metallar 2-dən 4-ə qədər alır. Yəni 2-4 sərhədində olduğu üçün, ikisi də qeyri-metal olduğu üçün. Ona görə də burada elektromənfilik qismən fərqlənir. Yəni kəskin fərqlənmir. Məsələn, hidrogenlə xlor arasındakı kimyəvi rabitə polyar kovalentdir. Niyə? Çünki hidrogen də qeyri-metaldır, xlor da qeyri-metaldır və fərqli qeyri-metallardır. Ona görə qeyri-polyar deyil. Yəni bunun öz elektromənfilik qiyməti var, bunun öz elektromənfilik qiyməti var. Yəni üst-üstə düşmür. Qismən fərqlənir. Ona görə də qismən fərqlənirsə bu artıq polyar kovalent rabitə olur. Və yaxud hidrogenlə flor. Hidrogen də qeyri-metaldır, flor da qeyri-metaldır və elektromənfilikləri fərqlidir. Yəni qismən fərqlənir. Sonra NH3 azot da qeyri-metaldır, hidrogen də qeyri-metaldır. Elektromənfiliklər nə edir? Qismən fərqlənir. Məsələn, 3 dənə hidrogen birləşir buna. Görürsünüz, bu rabitələr üçü də polyar kovalent rabitədir. Çünki hidrogen fərqli qeyri-metal, azot fərqli qeyri-metaldır. Yəni yadda sal, kovalent rabitədə mütləq qeyri-metallar olur. Bu qeyri-metallar eyni də ola bilər, fərqli də ola bilər. Eyni olarsa qeyri-polyar kovalentdir, fərqli olarsa polyar kovalent rabitədir. Və yaxud suda biri hidrogendir, biri oksigendir və ikisi də nədir bunların? İkisi də qeyri-metaldır və fərqli qeyri-metaldır. Elektromənfilikləri qismən fərqlənir. Ona görə də polyar kovalent rabitədir. Sonra yadda saxlayaq. İyon rabitə nədir? Qısaca elə belə deyirəm. Birazdan daha geniş ifadə edəcəm. Dedi ki, kovalent rabitə qeyri-metal atomlar arasında yaranır. İyon rabitə isə metal və qeyri-metal atomlar arasında yaranır. Yəni burada tərif olaraq deyəndə deyirik ki, elektromənfilikləri kəskin fərqlənən element atomlar arasında yaranan rabitəyə iyon rabitə deyilir. Fikir verdiysəniz dedim, elektromənfilik kəskin fərqlənir. Çünki metalların elektromənfilik qiyməti 0-2 arasındaydı. Qeyri-metallar 2-4 arasındadır. Və bu fərq 1,7-dən böyük olanda artıq bunlar iyon rabitə əmələ gətirir. Yəni əgər 2 elementdir, o 2 elementin elektron-mənfilik fərqi 1,7-dən kiçik olarsa, böyük olarsa, 1,7-dən böyük olarsa elektron-mənfilik fərqi, bu olacaq artıq iyon rabitə. Yox, 1,7-dən kiçik olarsa elektron-mənfilik fərqi, bu artıq olur kovalent rabitə. Və metalla da qeyri-metallar arasında elektron-mənfilik fərqi 1,7-dən böyük olduğu üçün buna deyəcəyik biz iyon rabitə. Sonra deməli və bir də yazmışam ki, burada fikir versəz, NH4-ün birləşmələri. NH4 metal deyil. Lakin NH4 müsbət yüklü iyondur. Ona görə iyon rabitənin belə bir tərifi də var ki, müsbət yüklü və mənfi yüklü iyonlar arasında elektrostatik cazibə nəticəsində əmələ gələn kimyəvi rabitəyə iyon rabitə deyilir. Yəni burada müsbət yük, NH4 müsbət yüklü, bu da turşu qalğıdır, mənfi yüklü. Müsbət və mənfi yükün bir-birini cəzb etməsi nəticəsində onlar arasında iyon rabitə əmələ gəlir. Sonra keçirik metal rabitəsinə. Dedik, metal rabitəsi metallarda və ərintilərində olur. Ən asanı budur. Hidrogen rabitəsi də hidrogenin özündən daha güclü elektromənfi element olan flor, oksigen, azotla olan birləşmələrində olur. Deyirsiniz ki, ay müəllim, H floru burada da yazmısınız, NH3 suyu burada da yazmısınız, burada da yazmısınız. Biz nə bilək, necə fərqləndirək? Burada bir dənə H flor molekulundan söhbət gedir, bir dənə su molekulundan söhbət gedir, bir dənə amonyak molekulundan söhbət gedir. Burada isə indeksinə görürsünüz, eyni yazmışam. Yəni 2 və daha çox olanda artıq onlar arasında hidrogen rabitəsi də əmələ gəlir. Məsələn, burada bir dənə H flor molekuludur. Bu rabitəni sorursaq deyirsiniz ki, ancaq polyar kovalentdir. Amma bir H florla digər H flor molekulu arasında yaranan rabitəni 3 nöqtə ilə göstərir və bu rabitə hidrogen rabitəsidir. Yəni bir H flor molekulundan digər H flor molekulu arasında yaranan rabitədir. Yəni bir dənə H flordan söhbət gedirsə, burada yalnız polyar kovalentdir. Amma H flor molekullarından söhbət gedirsə, həmin o H flor molekulları arasında hidrogen rabitəsidir və hidrogen rabitəsi 3 nöqtə ilə göstərilir. Daha sonra keçirəm kovalent rabitənin yaranma mexanizmləri. Kovalent rabitə 2 mexanizmlə yaranır. Mübadilə mexanizmi ilə və donor akseptor mexanizmi ilə. Yəni yaranma mexanizmi 2 cür olur. Mübadilə mexanizmi nədir? Əvvəlcə ondan başlayaq. Mübadilə mexanizmi odur ki, hər element atomu ortaya bir elektron qurur. Deyərsiniz ki, ay müəllim, bu yazdığınız nöqtələr nədir? Bu yazdığım nöqtələr elektronlardır. Bunları nəyə əsasən mən bilirəm ki, 1 nöqtə yazıram, 5 nöqtə yazıram, 4 nöqtə yazıram, 7 nöqtə yazıram. Nəyə əsasən bilirəm? Elektron konfiqurasiyasına görə. Hidrogenin sıra nömrəsi 1s1-dir və xarici təbəqəsi bir dənə təbəqədən ibarətdir və xaricində bir elektron olduğu üçün bir elektrondan ibarətdir. Ona görə də hidrogenin burada elektronu 1 nöqtədir, çünki bir dənə elektronu var. Amma
Xlor bilirik ki, 7-ci qrup elementidir. Xaricində 7 elektron var. Çünki xlor 17-dir. Sıra nömrəsi, elektron konfigurasiyası 3s2, 3p5-dir. 3 dənə təbəqə var. Birinci təbəqədə 2 elektron var, 1s2. İkinci təbəqədə 2s2, 2p6, 8 elektron var. Üçüncü təbəqədə də gördüyüm kimi 7 elektron var. Xaricində 7 elektron var, deməli 7 valent elektronu var. Valent elektronları nə idi? Xarici təbəqədə yerləşib, rabitə əmələ gəlmədə iştirak edən elektronlar valent elektronlardır. Deməli, xlorun 7 valent elektronu var. Yəni, xaricində 7 elektron yerləşir. Onu da belə göstərirəm. Yazıram 1, 2, 3, 4, 5, 6, 7. Gördüyümüz kimi bunlar cütdür. Yəni, qoşalaşmış vəziyyətdədir. Amma bir dənəsi təkdir. Həmin o tək olan da tək qalmasın deyə digər element atomu ilə birləşərək özünü cütləşdirir. Yəni, ümumi elektron cütü yaradır və ümumi elektron cütü hesabına da kovalent rabitə əmələ gəlir. Yəni, bunları nəyə əsasən yazdım? İzah elədim. Aha. İndi nümunələrə baxın. Mübadilə mexanizmi odur ki, hər element atomu ortaya tək elektronunu qoyur. Məsələn, bu hidrogen atomudur, bu da hidrogen atomudur. Və bu hidrogen atomunun özünün bir elektronunu qoyub ortaya, bu da özünün bir tək elektronunu qoyub ortaya. Nəticədə iki nöqtənin iki elektronun birləşməsi hesabına bir dənə rabitə, bir dənə xətt yarandı. Və bu artıq bu elektron cütü, iki elektron cütüdə, yəni 2 dənə elektron həm bu hidrogen atomuna aid olur, həm də buna. Çünki ümumi elektron cütü yaranır. Ümumi elektron cütü hesabına kovalent rabitə əmələ gəlir. Və digər bir nümunə xlor. Xlorda dedi ki, biri tək qaldı. Bu xlorda da biri tək qalır. Cütlərlə işimiz yoxdur. Cütlər artıq cütdür, qoşadır. Onlar rabitə əmələ gətirmir. Təklər rabitə əmələ gətirir. Yəni subaylar evlənir də, belə başa düşək. Bunlar hamısı evlidir. Bunlar ikinci dəfə evlənə bilməyəcək ki, qanun nicahdan. Bunlar evlənə bilər. Rol dildə dedim. Doğru dildə dedim. Aha. Burada baxın, bu təklər bir-biri ilə ailə qurur, özünü cütləşdirir. Artıq kimyəvi rabitə əmələ gəlir. Tək elektronların hesabına. Daha sonra baxaq növbətiyə. Məsələn, bir dənə də oksigendən misal deyim. Oksigen. Aha. Oksigenin elektron konfigurasiyası sıra nömrəsi 8-dir. Konfigurasiyanı quranda sonu 2s2, 2p4 olur. Yəni, xaricində valent elektron neçədir? 6 dənə. 6 dənə valent elektron var. O zaman quraq. Bunu silim. Buradan daha rahat. Quraq. O zaman quraq. 1, 2, 3, 4, 5, 6. Düzdür? Onda neçə dənəsi tək qaldı? 2 dənəsi. Digər oksigen molekulunda da yenə olur. 1, 2, 3, 4, 5, 6. Yenə 2 dənə. Həmin o təklər dedikdə evlənə bilər, ailə qura bilər, rabitə yarada bilər. O təklər bir-biri ilə kimyəvi rabitə yaradır. Deməli, oksigen molekulunda artıq tək qat rabitə yox, 2 qat rabitədir. Rabitə əmələ gəlməyə neçə elektron sərf olunub deyəndə bir xəttli 2 elektron yaratdı da gördüyümüz kimi. Deməli, rabitə əmələ gəlmədə oksigen molekulunda rabitə əmələ gəlməyə 4 elektron sərf olunmuşdur. Necə əmələ gəldi, onu izah elədim. Və yaxud azot molekulu üçün deyim bir dəfə də daha rahat başa düşək. Bu mübadilə mexanizmidir. Çünki bu oksigen atomu da ortaya elektron qoydu, bu oksigen atomu da. Bu mübadilə idi bu yazdıqlarım hamısı. Məsələn, deməli, dedik azotu yazıq. Azotun sıra nömrəsi 7-dir. Elektron konfigurasiyasını qursam 2s2, 2p3 şəklində olur. Xaricində 5 elektron var. 5 elektronu yerləşdirim. Baxın. 1, 2, 3, 4, 5. Deməli, burada neçə dənəsi tək qaldı? Qoyun bu cütü bu tərəfdən yazım. Rahat görə bilək. Cütü bura qoydum. Aha, 3 dənəsi təkdir. Eyni ilə digər azot atomunda da belədir. Digər azot atomunda da belədir. 1, 2, 3, 4, 5. Neçə dənə tək qaldı? 3. Rabitə yaradan nələr idi? Tək elektronlar idi. Ona görə də bunlar bir-biri ilə birləşdi təklər. Əmələ gəldi nə? 3 qat rabitə. 3 qat rabitənin deməli əmələ gəlməsinə neçə elektron sərf oldu? 6 elektron sərf oldu. Niyə 3 qat rabitə əmələ gəldi? Çünki hərəsinin 3 tək elektronu vardı. 3 tək elektronlar bir-biri ilə birləşdi, 3 qat rabitə əmələ gəldi. Bunlar hamısı mübadilə mexanizmi ilə yarandı. Aha. Sonra keçək növbəti hissəsinə. Donor akseptor. Dedik ki, bir də kovalent rabitə hansı mexanizmlə yaranır da? Donor akseptor mexanizmi ilə. Gəlin ona da baxaq.
Hə, burada bir dənə də mübadilə mexanizminə misal var. Məsələn, hidrogendir. Bunun elektronunu nöqtə ilə göstərmişəm ki, qarışdırmayaq. Bu isə xlordur və bunun da bir tək elektronu var. Bunların isə elektronlarını X-dən göstərmişəm. Görürsüz, hidrogen də ortaya bir tək elektronunu qoyub, xlor da bir tək elektronunu qoyub. Nəticədə ümumi elektron cütü hesabına kimyəvi rabitə əmələ gəlib mübadilə mexanizmi ilə. Donor akseptor mexanizmi nədir? Donor akseptor mexanizmində donor atomu olur və akseptor atomu olur. Donor atomun cüt elektronu olur, yəni rabitə əmələ gətirməyən 2 dənə qoşu elektronu olur. Akseptorun isə boş orbitalı olur. Yəni akseptorun ortaya qoyacaq bir elektronu olmur. Ona görə də bu mübadilə deyil. Yəni heç biri mübadilə eləmir. Biri digərinin əvəzindən də ortaya elektron qoyur. Biri isə boş orbitalını verir. Həmin bu qoşu elektronu olan öz elektronunu yerləşdirir digərinin boş orbitalına. Nəticədə donor akseptor mexanizmi ilə kovalent rabitə əmələ gəlir. Deməli, donor akseptor mexanizmi əmələ gələn kovalent rabitədə mübadilə olmur. Ortaya yalnız biri donor atom. Donor nəyə deyilirdi? Qan verənə. Burada da elektron verənə donor atom deyilir. Donor atom öz elektronlarını akseptorun boş orbitalında yerləşdirir və nəticədə donor akseptor mexanizmi ilə kovalent rabitə əmələ gəlir. Məsələn, donor akseptor mexanizminə yaranan kovalent rabitələr hələ ki orta məktəbdə bu üç maddədə göstərilir. Yalnız CO-da, NH4 müsbətdə və H3O müsbətdə. CO dəm qazı idi, NH4 müsbət ammonium iyonu idi. H3O müsbət də hidroksonium iyonu idi. Biz indi burada NH4 müsbətdə donor akseptor mexanizmi ilə kovalent rabitənin necə yaranır ona baxırıq. Burada əvvəlcə NH3-dür. Azotun xaricində bayaq dedik, neçə elektron var? 5 elektronu var. 1, 2, 3, 4, 5. Aha. Biz burada dedik ki, NH3-də azotun xaricində neçə elektron var idi? 5 elektron var idi. Görürsünüz, X-lərlə bunları işarələmişəm. Hidrogenlərdə isə tək elektronlar idi. Hərəsində görürsünüz 1 elektron işarələmişəm. Bunlar 3 qat rabitə, tək qat 3 dənə rabitə əmələ gətirib və azotun 2 dənə elektronu rabitə əmələ gəlmədə iştirak etməyib. Boş qalıb. Çünki azotun xaricində 5 dənə elektron var idi. Onun üçün iştirak edib, ikisi qalıb. Hidrogen isə akseptordur. Yəni hidrogen ionudur. Hidrogen ionu nə deməkdir? Bunun 1 elektronu var idi. İtirdi, oldu 0. Yəni artıq bunun elektronu yoxdur. Artıq elektronu yoxdur. Və bu boş orbitalını ortaya verir. Bu da həmin o rabitə əmələ gəlmədə iştirak etməyən 2 elektronunu hidrogenin də əvəzinə ortaya qoyularaq nə yaradır? Kimyəvi rabitə. Və fikir versək, görürük ki, burada bu rabitəni, donor akseptorla mexanizm əmələ gələn rabitəni adi xət yox, oxla göstərmişik və ox həmişə donor atomdan akseptora doğru yönəlir. Donor atom nə idi? Hansı ki, öz elektronlarını ortaya qoyursa, o donordur. Hansı ki, boş orbitalını ortaya qoyursa, o akseptordur. Deməli, burada ox donordan, yəni azotdan hidrogenə doğru istiqamətlənəcək. Bu da belə. Növbətiyə keçək. CO-da, məsələn, dedik ki, donor akseptor rabitəsi var. CO-da da yenə karbon da ortaya elektronunu qoyub 2 dənə. Oksigen isə 1, 2, 3, 4 elektron qoyub ortaya. Deməli, oksigen burada nə edib? 3-cü rabitədə, donor akseptor mexanizmindən əmələ gələn rabitədə karbonun da yerinə elektron qoyub. Nəticədə oksigen 4 elektron sərf edib. Karbon isə rabitə əmələ gəlməyə 2 elektron sərf edib. Donor atom rabitə əmələ gəlməyə neçə elektron sərf edib desə, donor hansıdır? Oksigen. Çünki oksigen qoyub da və oxdur, görürsünüz, oksigendən karbona doğru istiqamətlənib. Donor atom ortaya 4 elektron qoyduğu üçün, yəni ümumi rabitədən ümumi rabitə əmələ gətirən elektronlar nə qədərdir? 6 dənə. Rabitə əmələ gələn elektronlar 6 dənədir. Ümumi 6 dənə rabitə əmələ gətirən elektronlardan 4-ü düşür nəyin payına? Yəni 6-da 4-ü oksigenin payına. Onun 6-sından 2-si isə düşür nəyin payına? Akseptorun payına, yəni karbonun payına düşür. Bu da H3O müsbətin hidroksonium iyonunun quruluşudur. Burada da görürük ki, yenə donor oksigendir. Çünki oksigendən hidrogenə doğru istiqamətlənib. Burada yenə oksigen ortaya 4 elektron qoyub. 4 elektron qoyub, hidrogen isə ortaya neçə elektron qoyub? 2 elektron. Deməli, burada ümumi rabitə əmələ gəlməyə neçə elektron sərf olunub? 6. 6-sından 4-ünü yenə oksigen qoyub, donorun payına düşüb. 6-sından 2-sini isə akseptor qoyub, yəni akseptorun payına düşüb. Bu da belə.
Aha, və bir də yadda saxlayaq ki, donor həmişə ya oksigendir, ya azot. Və burada fikir verin, donor, belə yazıram ki, yəni ya azot olur, ya da oksigen olur. Məsələn, bu iki maddədə azot yoxdur. Deməli, donor atom hansıdır? Oksigen. Karbonla hidrogen akseptordur. Amma NH4 müsbətdə artıq oksigen yox, azot olduğu üçün burada isə donor atom azotdur. Yəni yadda saxlayır ki, donor atom ya azot olacaq, ya da oksigen olacaq. Yəni başqa digər elementlər olmayacaq. Və bu üç maddədə, hələ ki orta məktəbdə var, bu üç maddədə düşür. Və bəzən də belə NH4-ün özünü vermir, belə bir birləşmə verir. NH4 xlor deyir, burada donor akseptor var. Deyir, uşaq da fikirləşir ki, müəllim mənə NH4 müsbət deyib, NH4 xlor deməyib. Axı NH4-ün özü nəyin hesabına yarandı? Həmin donor akseptor mexanizminin hesabına yarandı. Ona görə NH4-ün yaranmasında donor akseptor mexanizmi olduğu üçün dedik ki, NH4 xlorda donor akseptor mexanizmi ilə yaranan kovalent rabitə var. Neçə dənə bəs donor akseptor mexanizmi yaranan kovalent rabitə var? Bir dənə. Amma məsələn NH4-ün sayı 2 dənə olsa, artıq deyirik ki, burada, yəni NH4-ün sayı nə qədərdirsə, o qədər. Orada donor akseptor mexanizmi yaranan kovalent rabitə olacaq. 2 dənə olduğu üçün 2 dənədir. 3 dənə olsaydı 3 dənə olacaqdı. Yəni bu da belə, bunu da bildik. Yəni dedik ki, donor atom ya oksigen olacaq, ya da azot olacaqdır. Sonra növbətiyə keçək. Buradan məncə başqa nəsə qalmadı. Donor atomdan danışdıq. Aha, hə, bir də donor akseptor mexanizminə yaranan birləşmələrdə donor atomun ortaya elektron qoyduğu üçün valentliyi bir vahid artır. Məsələn, oksigen həmişə neçə valentli idi? Sabit 2. Amma biz demişdik yadınızdasa CO-da və H3O müsbətdə oksigenin valentliyi istisna olaraq 3-dür. Bax, ona səbəb bu donor akseptordur. Bir dənə artıq elektron qoymasıdır. Həmin o artıq elektron qoyması hesabına oksigenin donor atomun valentliyi bir vahid artır. 2-dən qalxır 3-ə. Amma oksidaşma dərəcəsi dəyişmir. Oksidaşma dərəcəsində sonraki dərslərdə izah edəcəm. Amma oksidaşma dərəcəsi deməli dəyişmir. Məsələn, burada NH4-də azot əslində burada 5 valentlik göstərmir, azotun valentliyi 4-dür. Amma oksidaşma dərəcəsi müsbət 5-dir. 5 valentli azot yox idi. Çünki fon, flor, oksigen, azot demişdik ki, maksimum valentliyi yerləşdiyi qrupun nömrəsinə bərabər deyil, istisnadır. Amma digər elementlərdə maksimum valentli qrupun yerləşdiyi nömrəsinə bərabər olur. Sonra keçdik. Dövr qanunu dərsində biz orbitalları keçmişdik. Neçə orbital var idi? 4. S, P, D, F. D-ni F-i saxlayırıq. Əsasən burada S-i P-ni yada salırıq. S nə şəklində idi? Sfera. Sfera sözünün baş hərfindən gəlmişdi. P qantil idi. Bir də var hibrid orbitalı. Hibridləşməni daha sonra keçəcəm. Amma burada biraz məlumat verim. Hibrid orbitalı bu şəkildə göstərir. Bu tam sonsuzluq kimidir P orbitalı. Amma hibrid orbitalında sonsuzluğun bir hissəsi kiçik olur. Yəni burada simmetriya pozulur da artıq. Burada simmetriyadır, birinə bərabərdir. Burada isə qeyri-simmetrik qantildən söhbət gedir. Buna deyilir hibrid orbitalı. Ümumiyyətlə 3 cürə hibridləşmə var. SP, SP2 və SP3. Yadda saxlayaq ki, 3 hibrid orbitalını da bu şəkildə göstəririk biz şəkil olaraq. Üçünü də yəni o formada göstəririk. Qeyri-simmetrik qantil formasında. Bunu da yada saldıq. İndi gələk keçək. Kovalent rabitənin bir növü var. Sigma rabitə və pi rabitə. Yəni bu da kovalent rabitənin növüdür. Bayaq ki, kovalent rabitənin yaranma mexanizmidir. Dedik ki, 2 mexanizmə yaranır. Mübadilə mexanizmi və donor akseptor mexanizmi. Bir də var kovalent rabitənin növü. Kovalent rabitənin növü isə sigma və pi olmaqla 2 yerə ayrılır. Sigma rabitə nədir? Əgər atomlar bir-birindən birləşərkən atomların örtülməsi eyni düz xətt boyunca baş verərsə örtülmə. Bu olacaq sigma rabitə. Yox, örtülmə mərkəzdən keçən düz xətt boyunca yuxarıda və aşağıda, yəni kənarlarda baş verərsə, kəsişmə olmazsa da mərkəzdən keçən xətti kəsməzsə, bu olacaq pi rabitə. Sigma rabitə yaranır bir neçə mexanizmdən. Yəni SS örtülməsindən yarana bilər, SP örtülməsindən yarana bilər, PP, sonra hibrid. Hibrid də dedim ki, bayaq SP var, SP2 var, SP3 var. Məsələn, SP2, SP2 örtülməsi və yaxud SP3, SP3 örtülməsi və yaxud SP2, SP3 örtülməsi və yaxud SP, SP örtülməsi və yaxud SP3, S örtülməsi və yaxud SP2, S örtülməsi. Yəni, qısaca hibrid örtülməsi, hibrid S örtülməsi, hibrid P örtülməsi, bunlardan sigma rabitə yaranır. Yəni sigma rabitənin yaranma mexanizmi çoxdur. Yəni müxtəlif orbitalların örtülməsindən yarana bilər. Amma pi rabitə gördüyümüz kimi yalnız PP örtülməsindən, yəni P orbitallarının bir-birini örtməsindən yaranır.
Məsələn, SS örtülməsi. S-i necə işarə edir? Sfera ilə. Yəni bir sfera digər sfera ilə örtülür və fikir versəniz mərkəzləri haradır bunların? Mərkəzləri baxın buradır. Da mərkəzlər buradır. Mərkəzdən keçən düz xətt boyunca neyinir? Kəsişmə var. Bax, örtülməsi, orbitalların örtülməsinin kəsişməsi mərkəzdən keçən düz xətti neyinir? Kəsir. Yəni mərkəzdən keçən düz xətt boyunca örtülürsə bu siqmadır. Və eyni ilə SP örtülməsində də mərkəzləri buradır, düzdür? Mərkəzdən keçən xətti görsən örtülmə kəsir. Bu olur nə? Siqma rabitə. Eyni ilə burada da mərkəzdən keçən xətti örtülmə, kəsişmə kəsir. Olacaq siqma rabitə. Eyni ilə burada, eyni ilə burada, eyni ilə burada. Yəni mərkəzlərindən keçən düz xətt boyunca neyinir? Örtülmə baş verirsə, bu olur siqma rabitə. Yox, mərkəzdən keçən xəttdən, görürsünüz, mərkəzləri buraydı. Mərkəzdən keçən xəttdən yuxarıda və aşağıda örtülmə baş verir. Görürsünüz, kəsişmələri buradır. Burada heç bir kəsişmə yoxdur ortada. Kəsişmələr yalnız aşağıda və yuxarıdadır. Mərkəzdən keçən düz xəttdən aşağıda və yuxarıda örtülmə baş verirsə, bu artıq olur pi rabitə. Pi rabitə yalnız PP örtülməsindən yaranır. Və burada görürsünüz ki, SS örtülməsinə sfera şəklində göstərmişəm. 2 dənə sferanı göstərdim. PP örtülməsində, daha doğrusu SP örtülməsində S nədir? Sfera, P isə qanteldir. Bu şəkildə göstərdim. PP örtülməsində isə artıq 2 dənə qantel göstərdim. Hibrid örtülməsi də hibrid orbitalların dedim ki, bir tərəfə balaca olur bu şəkildə. Yenə hibrid S orbital olanda biri belə, S isə sfera şəklində olduğu üçün birində S göstərmişəm və bunlara uyğun nümunələr də yazmışam. Məsələn, SS örtülməsinə hidrogen molekulunda rast gəlirik. Çünki hidrogen S elementidir. Hardan bildim S elementidir? 1s1-dir. Sonra S ilə bitir. Deməli, S elementidir. Onun orbitalını sfera ilə göstərirəm. Və bu da hidrogendir. Ona görə ikisi də sfera olur. Amma burada biri hidrogendir, biri xlor. Hidrogen S elementidir. Çünki sonu 1s1-dən bitir. Amma xlor sıra nömrəsi 17 idi. 3s2, 3p5. Sonu nə ilə bitdi? P. Yəni sonuncu elektron P-də yerləşir. Buna görə də P elementləri ailəsinə daxildir. P elementidirsə artıq onu mən qantel şəklində göstərirəm. Ona görə də hidrogeni sfera göstərmişəm. Xloru isə qantel şəklində göstərmişəm. Burada isə görürsünüz, xlor ikisi də qantel şəklində olur. Bunlar isə karbonlar hibrid vəziyyətdə olur deyə hibrid orbitallar şəklində göstərmişəm. Karbon hidrogenə baxaq. Karbon hibrid vəziyyətdədir, hibrid şəklində göstərmişəm, amma hidrogen hibridləşmir, S elementidir. S elementi olduğu üçün onu mən göstərmişəm hansı şəkildə? Onu mən göstərmişəm hansı şəkildə? Sfera şəklində göstərmişəm. Sonra növbətiyə baxaq, P elektronlarının örtülməsindən, P orbitallarının örtülməsindən dedik, nə əmələ gəldi? Pi rabitə. Bax, P elektronları deyəsə müəllim, burada da var P-lərin örtülməsi, burada da var. Necə fərqləndirir? Burada fikir versəniz, sonsuzluq formasında örtülmədir. Burada 8 formasında örtülmədir. Yəni, pi rabitə 8 formasında örtülmə olacaqdır. Və rabitələr, bayaq dediyimiz kimi, təş qat ola bilər, 2 qat ola bilər və 3 qat ola bilər. Təş qat rabitə həmişə siqmadır. 2 qatın həmişə biri siqma. Yəni hökmən bir dənəsi siqma olmalıdır. Burada tək qatda da başqa yoxdur. Deməli o siqmadır. Burada 2 qatda onda biri siqmadır. Yerdə qalan nə varsa ikinci rabitə pidir. 3 qatda biri siqmadır. Yerdə qalan ikisi nə olacaq? Pi rabitə olacaq. Sonra indi burada neyini? Hidrogenlərin sayını yazmağı öyrənək. Hidrogenləri necə yazırıq? Yadda saxlayaq ki, hidrogenlər valentliyə görədir. Məsələn, karbon üzvü birləşmələrdə sabit 4 valentlidir. Məsələn, bura hidrogen artırmaq istəyirəm. Bunun bir qolu var da artıq. Baxın, bir dənə qolu var, bir dənə rabitəsi var. 4 valent imkanı var. Yəni 4 rabitə əmələ gətirə bilər. Onun 4-ündən birini əmələ gətirib 3-ü çatmır. Deməli, bunun kənarlarına mən 3 dənə hidrogen yazacağam. Neçə dənə hidrogen yazacağam? 3 dənə. Bunun artıq baxsanız 2 qolu var. Biri solda, biri sağda. Yəni 4-ündən ikisini istifadə edin. Neçəsi qalıb istifadə olunmamış ikisi. Ona da hidrogen gəlib birləşəcək. Həmçinin burada ikisi çatmır. Ona da gəlib hidrogen birləşəcək. Həmçinin burada biri çatmır. Çünki sağ tərəfdə yoxdur heç nə. Sol tərəfdə bir dənə tək qat rabitə var. 4-ündən biri var, 3-ü çatmır. Onu da bu şəkildə birləşdirdik. Yəni burada hidrogeni yazmaqdır. Burada görürsünüz 2 qat rabitə var. 2 qat rabitə varsa o 4-ündən neçə dənə qol var? İkisi var. Neçəsi çatmır? İkisi. Deməli buna neçə hidrogen çatmır? 2. Bu şəkildə də yaza bilərəm. Burada bunun artıq 3 dənə rabitəsi var. 4-ündən neçəsi çatmır? 1-i. Artıq bunun yanına neçə hidrogen yazacağam? 1 dənə. Eyni ilə burada ikisi var. Neçəsi çatmır? İkisi 2 yazıram. Burada biri var. Neçəsi çatmır? 3-ü çatmır. Burada 3 yazıram. Başqa bir dənə də baxaq. Burada da 3 qat rabitədir. Yenə burada baxırıq.
Bir dənə qolu var. Neçəsi çatmır? 3-ü. 3 dənə yazıram bura. Bir neçə qolu var? 1, 2, 3, 4. 4-ü də tamamları varsa 5-ci xətt çəkə bilmərəm. Deməli bu karbonun yanına hidrogen falan yazmıram. Növbətiyə baxıram. Bu karbonda eynilə 1, 2, 3, 4 qolu var. Deməli bu da tamamlanıb. Valent imkanları tamamilə tamamlanıb. Burada hidrogen yazıram. Amma bu karbonun bir qolu var. Neçəsi çatmır? 3-ü və bura 4 olmağı 3-ü çatmır yazdım. Sonra keçirik iyon rabitə. Mən dedim ki, iyon rabitənin 2 cürə tərifi var. İyon rabitənin birinci tərifi o oldu ki, elektromənfiliyi kəskin fərqlənən element atomları arasında yaranan rabitəyə iyon rabitə deyilir. Bir də deyirəm, elektromənfilikləri kəskin fərqlənən element atomları arasında yaranan rabitədir. Yəni biri metal olsun, biri qeyri-metal. Yəni metal və qeyri-metal arasında yaranan rabitədir. Lakin bəzən elə olur ki, orada metal olmur, amma iyon rabitə var. Bu nədir? NH4-ün birləşmələrindədir. NH4 müsbət yüklüdür. Müsbət yüklü iyon olduğu üçün mənfi yüklü iyonlarla anionlarla birləşir. Burada müsbətin mənfini bir-birini cəzb etməsi nəticəsində elektrostatik cazibə nəticəsində yaranan iyon rabitəsi yaranır. Deməli, ikinci bir tərifi də belə oldu ki, müsbət və mənfi yüklərin bir-birini elektrostatik cazibə nəticəsində cəzb etməsi nəticəsində yaranan rabitə iyon rabitə adlanır. İyon rabitə dedik ki, metal və qeyri-metal atomlar arasında yaranır. Deməli, içində hökmə nə olmalıdır? Metal. Artıq burada metal varsa, orada kovalent rabitə deyə bilmərəm. Yəni, məsələn, natrium xlor. Burada görürsünüz, natrium metal var, xlor qeyri-metal var. Deməli, bunlar arasında yaranan rabitə iyon rabitədir. Kalium 2S quruluşunu yazsam bu şəkildə olur. Aha, üzr istəyirəm, kalium 1 valentlidir. Kalium heç vaxt o şəkildə 2 xətt çıxa bilməz. Kalium 1 valentli olduğu üçün 1 xətt çıxır. 1 xətt çıxacaq. Burada olacaq, deməli, kükürt və digər kükürt də gəlib buna belə birləşəcək. Belə yazım. Belə birləşəcək və burada kükürt, aha, birini artıq qoydum. Aha, bu şəkildə gəlib birləşəcək. Sonra kuprum-S. Kuprum-S-də də mis 2 valentlidir. Kükürt də 2 valentlidir. Ona görə bu şəkildə birləşəcək, birləşmə əmələ gətirəcək. Yəni, burada görürük ki, bunlar, bu rabitələr iyon rabitələrdir. Çünki biri metal, biri qeyri-metal atom arasında yaranıb. Bir də yadda saxlayaq ki, əgər elə maddə var ki, orada həm iyon olur, həm də kovalent olur. Əgər bir növ metal, bir növ qeyri-metal varsa, orada yalnız iyon rabitədir. Bir növ metal, bir növ qeyri-metal varsa, yalnız iyon rabitədir. Bir növ metal, bir növ qeyri-metal varsa, yalnız iyon rabitədir. Amma maddənin içərisində elə olur ki, bir metal, 2 qeyri-metal olur. Bu zaman deməli orada həm iyon var, çünki metal varsa 100% iyon rabitə var. Həm də orada var nə? Kovalent rabitə. Çünki orada metalla qeyri-metal da birləşir. Qeyri-metal atomu ilə qeyri-metal atomu da birləşir. Biz bilirik ki, metalla qeyri-metal atomu iyon rabitədir, amma qeyri-metal atomlarının bir-birinə birləşməsi kovalent rabitədir. Məsələn, natrium OH. Burada baxın, metal da var, 2 dənə də qeyri-metal var. Oksigenlə hidrogen qeyri-metaldır, natrium isə metaldır. Onun quruluşunu yazanda bu şəkildə olur. Burada görürsünüz ki, 2 dənə rabitə var. Natriumla oksigen arasında olan bu rabitə iyon rabitədir. Hardan bildim? Çünki natrium metal idi. Oksigen qeyri-metal idi. Amma oksigenlə hidrogen fərqli qeyri-metal atomları olduğu üçün burada yaranan rabitə polyar kovalentdir. Deməli, əgər bizdə testə düşsə ki, yalnız iyon rabitədən ibarət birləşməni seç, onda bir növ metal, bir növ qeyri-metal olanı seçəcək. Yəni, orada elə olsun ki, bir dənə yalnız qeyri-metal olsun. Görürsən, ancaq bir dənə xlor qeyri-metaldır, bir dənə kükürt qeyri-metaldır, bir dənə kükürt qeyri-metaldır. Yəni, başqa bir ikinci qeyri-metal yoxdursa, burada deməli, yalnız iyon rabitədən söhbət gedir. Amma yox, artıq burada bir metal, 2 qeyri-metal varsa, məsələn, 2 dənə qeyri-metal var, həm oksigen qeyri-metalı, həm hidrogen, həm də metal var. Bu zaman deməli, bu maddədə yalnız iyon deyil, həm iyon, həm də polyar kovalent rabitə vardır. Sonra bir də dedik ki, NH4-ün birləşmələrində iyon rabitə var. NH4 müsbət yüklü iyondur, xlorda mənfi yüklü. Bunların bir-birini cəzb etməsi nəticəsində bunlar arasında iyon rabitə yaranır. Burada NH4 ilə oksigen arasında iyon, azot atomu arasında, oksigen atomu arasında iyon rabitə yaranır. Burada da yeni ilə həmsinin. Burada iyon rabitənin sayı NH4-ün sayına bərabərdir. Neçə iyon rabitəsi var? Bir dənə NH4 olduğu üçün bir dənə. Burada bir dənə NH4 olduğu üçün bir dənə. Burada 2 dənə NH4 olduğu üçün 2 dənə iyon rabitə olacaqdır. Sonra
İyon rabitə də belə. Və yadda saxlayın ki, bu rabitələrin içində ən güclüsü iyon rabitədir. Çünki müsbət və mənfi yükləri olduğu üçün, çünki metal müsbətdir, qeyri-metal mənfidir, NH4 müsbətdir, turşu qalığı mənfidir. Müsbət və mənfi yüklər arasında cəzb etmə olduğu üçün ən güclü rabitə onların içində iyondur. Ən zəifi isə hidrogen rabitəsidir. İndi gəldik hidrogen rabitəsinə. Hidrogen rabitəsini dedik necə işarə edirik əvvəlcə 3 nöqtə ilə. Hidrogen rabitəsi hidrogenin dedik ki, nə ilə birləşmələrində olur? Özündən daha güclü elektromənfi elementi olan flor, oksigen, azotla birləşmələrində olur. 4 dənə qeyri-üzvü maddə də var idi. H florda, H2O-da. Çünki dedik ki, fonla birləşmələri. Sonra oksigenlə bir dənə də birləşməsi var. H2O2, bu hidrogen peroksiddir. Bir də NH3. Baxın, NH4 müsbətdə donor akseptor mexanizmindən yaranan polyar kovalent rabitə var idi. Amma NH3-də hidrogen rabitəsidir. Və bayaq dediyim üçün H florun təkcə birində hidrogen rabitəsi var desək yanlışdır. Məsələn, desəm ki, bu rabitə hansı rabitədir? Çaşıb birdən deyərsən ki, hidrogen rabitəsi. Xeyr, bu polyar kovalentdir. Çünki bu da qeyri-metaldır, bu da qeyri-metaldır. Fərqli qeyri-metal atomlarıdır. Elektromənfilik qismən fərqlənir. Ona görə polyar kovalentdir. Bəs dedik ki, ay müəllim, H florda axı hidrogen rabitəsi də var. Mən burada görürsünüz eyni yazmışam. Yəni bu çox olanda, yəni bir H florla digər H flor molekulu arasında ki rabitə nə olacaq? Hidrogen rabitəsi olacaq. Yəni burada bu xəttlər polyar kovalentdir. Burada da eyni ilə bu digərində də polyar kovalentdir. Amma bu ortadakı 3 nöqtə yazdığım hidrogen rabitəsidir. Bir H flor molekulu digər H flor molekulu ilə nə ilə birləşir? Hidrogen rabitəsi hesabına birləşir. Hidrogen rabitəsi 3 nöqtə ilə göstərildi. Və yadda saxlayırıq ki, hidrogen rabitəsi dedik ki, zəif rabitədir. O polyar kovalent rabitədən 15-20 dəfə zəif olur. Və bir də yadda saxlayırıq ki, hidrogen rabitəsini maddələr yalnız qaz halında əmələ gətirir. Yəni buxar halında əmələ gəlir. Və soruşsalar ki, məsələn, suda. Suyun molekulunu yazsaq. 2 dənə hidrogen, 1 dənə oksigen. Bir su molekulu digər su molekulu ilə əmələ gətirir hidrogen rabitəsi. Görürsünüz və yenə bu şəkildə gedir. Məsələn, bir dənə soruşsa ki, bir dənə sırf su molekulunda hansı rabitə var? Bir dənə su molekuluna söhbət etsə, burada yalnız polyar kovalent rabitədir. Yox, əgər desək ki, su molekulları arasında hansı rabitə var? Bax, bu bir su molekuludur, bu da bir su molekulu. Bunların arasında hansı rabitədir? Hidrogen rabitəsi. Yox, desək ki, su molekullarında, bax, nə arası demirəm, nə də bir dənə su molekulu demirəm. Deyirəm, su molekullarında, yəni opşidən hansı rabitə var? O zaman deyirik, həm hidrogen rabitəsi, həm də polyar kovalent rabitə var. Başqa üzv maddələrdə də hidrogen rabitəsi var. Hansıdır bu üzv maddələr? Yadda saxlayırıq. Zülallardır, amin turşulardır, sonra karbon turşularıdır, spirtlərdir. Bunlarda da üzvü rabitələr, hidrogen rabitəsi vardır. Yəni hidrogen rabitəsi əmələ gətirən üzvü maddələr hansı oldu? Spirtlər, karbon turşuları, zülallar, bunlar da hidrogen rabitəsi əmələ gətirir. Məsələn, spirtin suda məhlulunda 3 tip orada hidrogen rabitəsi əmələ gəlir. Həm spirtlə spirt arasında əmələ gəlir hidrogen rabitəsi, həm su ilə su arasında hidrogen rabitəsi əmələ gəlir. Həm də spirt molekulu ilə su molekulu arasında hidrogen rabitəsi əmələ gəlir. Yəni burada görürsünüz 3 tip rabitə əmələ gəlir hidrogen rabitəsi. Yəni spirtdən suda məhlulunda. Və bir də yadda saxlayırıq ki, hidrogen rabitəsi olan maddələrin qaynama temperaturu yüksək olur. Yəni hansı maddədə ki, hidrogen rabitəsi varsa, onun qaynama temperaturu yüksəkdir. Məsələn, su neçə Selsidə qaynayır? Su 100 Selsidə qaynayır. Yəni yüksəkdir də, xeyli yüksəkdir bunun qaynama temperaturu. Deməli, nəyin hesabladır bu? Suda hidrogen rabitəsinin, su molekullarında hidrogen rabitəsinin olması ilə əlaqəlidir. Hidrogen rabitəsi də belə. Hidrogen rabitəsi də bildik. Deməli, rabitənin neçə növü oldu? Rabitənin 4 növü oldu.
daha sonra 3 növ oldu. Hidrogen dedik ki onun içərisinin kovalentin içərisinə aiddir. Kovalent rabitə oldu, iyon rabitə oldu, metal rabitəsi oldu. Kovalent rabitə dedik nə idi? Elektromənfiliyi eyni olan və ya qismən fərqlənən element atomlar arasında yaranan rabitə idi. İyon elektromənfililəri kəskin fərqlənən element atomlar arasında yaranan rabitə idi. Metallar və ərintilərində olurdu. Sərbəst elektronlar hesabına yaranır. Hidrogen rabitəsi isə hidrogenin özündən daha cüzi elektromənfi element olan fluor, oksigen, azotla birləşmələrində rast gəlinir. Kovalentin neçə növü var? 2 növ var. Polyar, qeyri-polyar. Qeyri-polyar özü-özüydür. Yəni elektromənfiliyi eyni olan element atomlar arasında yaranır. Yəni bütün bəsit maddələrdə belə 2-3 atomlu bəsit maddələr H2, fluor 2, O2, P4, S8 bunları misal göstərir. Yəni özü-özü olur, özü-özü ilə birləşir. Polyar kovalent rabitə isə fərqli qeyri-metal atomlar arasında olur. Yəni elektromənfiliyi qismən fərqlənir. İyon rabitədə isə elektromənfiliyi kəskin fərqlənir. Yəni biri metaldır, biri qeyri-metaldır və bir də NH4-ün birləşmələridir. Mən dedim ki, yalnız iyon rabitə olsun deyirsə, burada ancaq bir dənə qeyri-metal atom olmalıdır. Yox, əgər həm iyon, həm kovalent rabitə var deyirsə, burada artıq həm deməli 2 qeyri-metal olmalıdır. Bir metal, 2 qeyri-metal. Yəni qeyri-metal sayı birdən çox olmalıdır. Və məsələn, bir də deyim, burada NH4 xlordur. Burada deyəsiniz ki, ay müəllim, yalnız iyondur. Xeyr, çünki NH4-ün özündə azot hidrogenlə birləşir. Bayaq quruluşunu yazmışdım donor akseptor izah eləyəndə. Azot da fərqli qeyri-metal, hidrogen də fərqli qeyri-metal. Deməli NH4-ün özündə polyar kovalent var. Amma NH4-ün xlorla arasındakı rabitə isə olacaq iyon rabitə. Sonra deməli var idi orada kovalent rabitə neçə mexanizmlə yarandı? 2. Mübadilə, donor akseptor. Mübadilə nə oldu? Hərəsi ortaya tək elektronunu qoyur. Tək elektronlar hesabına, ümumi elektron cütü hesabına yeni kovalent rabitə əmələ gəlir. Donor akseptorda isə nə oldu? Donor akseptorda biri digərində əvəzindən öz elektronlarını ortaya qoyur. Hansı ki öz elektronlarını ortaya qoyursa o olur donor atom, yəni qan verənə donor deyildiyi üçün. Hansı ki boş orbital qoyursa ona akseptor deyilir. Mən dedim ki, donor sözündə yəni ya donor element oksigen olacaq həmişə, ya da azot olacaq. Hansı maddələrdə var idi? 3 maddədə var idi. CO-da, NH4 müsbətdə və H3O müsbətdə. Yəni NH4 olan bütün maddələrdə də donor akseptor rabitəsi var. Donor akseptor rabitəsi oxla göstərildi və donor akseptor rabitəsinə yaranan rabitədə donor atomun elektron valentliyi bir vahid artırdı. Ona görə də oksigen 2 əvəzinə 3 valentliyi göstərirdi, amma oksigenləşmə dərəcəsi dəyişmirdi. Və bir də növü var idi. Kovalent rabitənin sigma pi. Dedik ki, pi yalnız və yalnız pp örtülməsinə əmələ gəlir. Başqa heç bir örtülmədən əmələ gəlmir və 8 vari formada örtülmə olmalıdır. Sonsuzluq formasında olarsa bu artıq